Mənzil İnşaatı Dövlət Agentliyinin layihələri, Hövsan Yaşayış Kompleksinin birinci mərhələsi, Hövsan Yaşayış Kompleksinin ikinci mərhələsi, Sumqayıt Yaşayış Kompleksi, Lənkəran Yaşayış Kompleksi, Binəqədi Yaşayış Kompleksi, Şirvan Yaşayış Kompleksi və Yevlax Yaşayış Kompleksində mənzillərin güzəştlə satışı həyata keçiriləcək. Ümumilikdə 627 mənzilin satışı dekabrın 3-də səhər saat 11-də başlayacaq və dekabrın 12-si səhər saat 11-ədək davam edəcək. Mənzillərin seçimi 9 dekabr səhər saat 11-də başlayacaq və 12 dekabr səhər saat 11-ədək davam edəcək. Bu elan çərçivəsində satışa çıxarılan mənzillər həm öz vəsaiti hesabına ödəniş üsulu ilə, həm də güzəştli ipoteka krediti vasitəsilə əldə oluna bilər. Mənzilləri güzəştli ipoteka krediti vasitəsilə əldə etmək istəyən vətəndaşlar mütləq satış tarixinə qədər agent bankların birinə yaxınlaşmalı və ilkin razılıq qərarını əldə etməlidirlər. Əks halda onlar seçim zamanı güzəştli ipoteka krediti vəsaiti hesabına ödəniş üsulunu seçə bilməzlər.